Hər kəs salam, xoş gördük. Artıq mübarək Ramazan ayı daxil oldu və bu gün biz birinci günün orucunu tutduq. Allah hər birimizin orucunu qəbul eləsin. Allah hədislərdə belə buyurur ki, oruc tutanın mükafatını mən özüm verərəm və oruc mənim üçündür. Nə deməkdir bu? Belə izah edirlər ki, oruc tutan şəxs 3 xüsusiyyətə malik olur. 1. Oruc tutan şəxs ixlaslı iş görə bilər və ixlasa yaxın bir işdir oruc tutmaq. Nə mənada? Çünki digər ibadətlərə baxanda, namaza baxanda namazı zahiri cəhətdən göstərirsən, ibadət etdiyini göstərirsən. Amma oruc tutan şəxs sakit və heç kəsə bildirmədən oruc tutur. Nə zahirdə ibadət edir, sadəcə olaraq yeməkdən, içməkdən çəkinir və bu ixlasa daha yaxın bir məqamdır. İkinci, belə izah edirlər ki, oruc tutan şəxs Allahın Saməd adının məzhəri olur. Qul huvallahu əhəd, Allahus Saməd. Yəni Allah əhəddir, təkdir və o ehtiyacsızdır. Saməd ismi ona deyərlər ki, hər şeydən ehtiyacsızdır. Allah yeməkdən, içməkdən, bütün hər bir şeydən ehtiyacsızdır. Oruc tutan şəxs sanki özünü Allahın əxlaqı ilə əxlaqlandırır. Yeməkdən, içməkdən uzaqlaşır və demək istəyir ki, ilahi, mən istəyirəm sənin əxlaqına bənziyim, sənin əxlaqınla əxlaqlanıb sənə bənziyim. Çünki sən kamil bir varlıqsan, təbii ki, mən Rəbbimə oxşamalıyam. Əlbəttə, leysə kəmislihi şey, onun bənzəri yoxdur. Burada oxşamaq dedikdə əxlaqi bir oxşarlıqdan söhbət gedir. Üçüncü, şeytan o zaman qüvvətlənir ki, insan yeyir, içir və şəhvani işlər görür. Amma oruc olan şəxs yeməkdən, içməkdən, şəhvani hisslərdən uzaq olur deyə şeytan üçün çətin olur onu yolundan azdırsın. Və ona görə deyirlər ki, şeytan mübarək Ramazan ayında zəncirlənər. Bəlkə də mənası odur ki, artıq şeytan əlində bir vasitə yoxdur insana azdırsın. Bu cəhətdən Allah deyir ki, oruc mənim üçündür və onun mükafatını mən verərəm. O qədər ciddi bir məsələdir ki, o qədər Allah diqqət edir ki, oruca bu xüsusiyyətlər olduğuna görə o qədər diqqət edir ki, deyir onun mükafatını özüm şəxsən bəxş eləyərəm. Allah hər birimizi belə oruc tutanlardan qərar versin.